Salam əziz izləyicilər, adım Orxandır. Qəbələdə yaşayıram, 5 ildən çoxdur əmlakçıyam. Bugünkü dərsimizdə deyək sizə necə Airbnb-də ev əlavə edəcəyini, ödənişləri necə alacağını, yəni videonu tam sonuna kimi izah edəcəm. Dostlar, qeydiyyatdan keçməmişdən əvvəl sizə deyim ki, bu linkdən, göndərdiyim linkdən qeydiyyatdan keçənlər üçün, yəni heç bir komissiyasız, pulsuz Airbnb-dən qeydiyyatdan keçəcəklər. Yəni zaten pulsuzdur. Prosta Airbnb-nin bir siyasəti var ki, kim ki ona yeni ev sahibi gətirir, ona xüsusi komissiya verir. Yəni bu komissiya verməyin məsəl üçün mənim üçün xeyridir. Yəni mənə pul verəcək bir sözlə. Mən də onun qarşılığında həqiqətən sizə super ev sahibi necə olar onu öyrədəcəm. Yəni sıfırdan. Mənə də əslində sərf eləmir ki, siz Airbnb-dən anlaşılmaz olsun, kursda nəyisə bilməyəsiniz və xüsusi bir WhatsApp qrupum olacaq. Həmin qrupda hər hansı bir ilişdiyiniz nöqtələrdə köməklik göstərəcəm. Digər Booking kursunun da yəqin ki linkini atacağam, oradan baxacaqsınız. Yəni belə də bilmədiyim bütün şeyləri dəstəkli göstərəcəm. Hələ Wix-də veb sayt yaratmaqdan tutmuş, yəni bir neçə kurslar ola bilsin paylaşıldı. Hamısına erişim əldə edəcəksiniz. İnşallah keçərsiniz linkdən. Linkdən keçənlər mənə linkdən keçəndən sonra orada adam çıxacaq. Bir dənə screenshotunu yazdığım WhatsApp nömrəyə atacaq ki, qardaş mən sənin linkindən keçdim. Məni qrupa əlavə edər. Mən də həmin şəxsləri qrupa əlavə edəcəm və xüsusi premium dəstəyini göstərəcəm bir sözlə. Həqiqətən 5 ildən çoxdur bu işlərdəyəm. Amazonda satıcı hesabından tutmuş, yəni bir çox təcrübəyə sahibəm. Yəni bilmədiyiniz bütün məsələlərdə köməklik göstərəcəm inşallah. Salam dostlar, hər vaxtınız xeyir. Birinci dərsimizdə Airbnb-də necə hesab açacağını sizə izah eləyəcəm. Hesab açmazdan əvvəl bizə lazım olacaq məlumatları ehtiyatda saxlayırıq. Demək, bu mail adresi olacaq, telefon nömrəsi. Yəqin ki, hər kəs mail adresini necə açacağını bilir. Gmail ya e-mail fərqi yoxdur. Və ehtiyat açıb kod parolunu da, məsəl üçün mən Gmail-də Google Keep proqramından istifadə edirəm, Google-un. Telefonunda da bunu köçə bilərik Play Marketdən. Notebookda da yəni endirmə yerindən endirib ehtiyat yaddaşda giriş edib saxlaya bilərik bir sözlə. Şəxsiyyət vəsiqəmiz lazım olacaq. Xarici pasport ola bilər, normal vəsiqəmiz də. Yer gələrsə sürücülük vəsiqəsindən də aktiv eləmək olur hesabı. Bizə lazım olacaq bank kartı və ya payner hesabı. Bank kartı və payner hesablarının fərqləri nədən ibarət olduğunu deyəcəm sizə. Bank kartında müəyyən vaxtdan sonra vergi tələb eləyəcəksə, yəni tam məbləği bilmirəm neçə mindən sonra. Bəzən olur ki 300 manatdan sonra mən əvvəl keçmiş təcrübələrimə görə şirkətdən fərdi şəxsə görə pul gəldiyi üçün məndən VÖN tələb eləmişlər. Mən də VÖN açıb, VÖN təqdim eləyəndən sonra həmin pulu götürə bilmişdim. Amma hal-hazırda payner hesabından istifadə edirəm ödənişləri götürmək üçün. Yəni payner hesabı istənilən ölkədə, istənilən yerdə kartdan istifadə etmək üçün daha asan yoldur. Amma 5%, 3% xidmət haqqı tuta bilir. Yəni 100 dollara. Baxın indi kimə necə sərf eləyir, elə istifadə eləyərsiniz. Yəni getdikcə təcrübəniz olacaq. Dördüncü evin şəkilləri, ünvan lazım olacaq və qiymət yəqin ki bilirsiniz ki, yəni öz eviniz ya da vasitəçisinizsə, həmin evin qiymətinin nə qədər olduğunu bazar qiymətindən biləcəksiniz. Bu məlumatları tam hazır olandan sonra daxil olacaq. Məsəl üçün Google-a yazacaq ki, Airbnb yazan kimi gəlir. Düzdür, heç düz yazmadı, amma yenə gəldi. Sign-up düyməsinə daxil olandan sonra ev sahibliyi yapın düyməsini basın. Mən düz türkçə eləmişəm. Buradan dil biliklərini dəyişə bilərsiniz. Yəni kim rus dili ola bilər, kim hər hansı dildə danışıla bilər. Yəni daha asansa ona uyğun hərəkət eləsin, daha doğrusu dəyişsin də. Ev sahibi olun. Mən ev təklif edirəm. Təcrübə, xidmət nədir? Təcrübə hər hansı gəzməli yerlər səhv eləmirəmsə onları əlavə edirsiniz. Yəni gəzdiyiniz, məsəl üçün mən özüm Qəbələdə yaşayıram. Qəbələnin bütün gəzməli yerlərini bilirəm. Bunları əlavə edə bilirəm. Qonaqlar girib oradan baxa bilir ki, bu Qəbələdə hansı təcrübəli yerlər var, nələr var. Hətta burada
tur təşkil etmək olur. Yəni onun sonrakı dərslərimizdə izah edəcəm. Xidmət də təşkil etmək olur, hər hansı restoran, zat, yəni belə şeylər. Bunlar təzə olduğuna görə tam ətraflı məlumat vermirəm. Bizə lazım olan şeylər evdə əsas olaraq. Airbnb-nin üstünlüyü nədir? Onlayn ödənişlərin alınması. Məsələn, Booking-dən ödənişləri biz ala bilərik onlayn, düzdür? Amma hər kəs bunu bacarmır. Onu da növbəti Booking dərsimiz olarsa, onu da əlavə edəcəm ətraflı olaraq. Biz demək hesabı açacağıq e-mail ilə. E-poçtu daxil edirik. Mən hazır şəkildə yazmışam. Yəni siz də öz e-mailinizi götürüb qeyd edərsiniz. Sənəddəki ad qeyd edirik. Sənəddəki adım məsələn Orxandır. Soyadım da İsrəfilovdur. Bunu böyük hərflərlə yazıram. Məsələn, ə hərfini də qeyd edəcəm. Çünki onlar çox əhəmiyyətli deyənlər olsun. Doğum tarixim qeyd elədim. Gmail avtomatik şəkildə yazılıbdır. Hər hansı güclü parol daxil etmək üçün parolda rəqəmlər, böyük hərf, kiçik hərf hamısı olmalıdır. Böyük kiçik hərflərə diqqət edin. Bəzən olur ki, məsəl üçün 5-4 rəqəmdən sonra hər hansı bir smail olmalıdır. Smail yəni hər hansı məsələn Gmailin ət işarəsini də əlavə etmək olur. Sonradan bir böyük hərf, sonradan digər kiçik hərflər. Hətta olmazsa bir plus da qoya bilərsiniz. Yəni məsələ nədir? Parolun güclü olması üçün bütün hamısını istəyirlər bir sözlə ki, qıra bilməsinlər. Hətta deyir adınıza oxşar olmasın parolunuz. Yəni burada qeydiyyata keçərkən gördünüz yəqin ki, parolu sonradan dəyişəcəyim üçün dəyişəcəyimə görə, yəni indidən hamıya göstərirəm də, problem deyil. Sadəcə test üçün açıram. Demək ki, indi bizə Gmail mesaj göndərdi. İndi Gmailimizə daxil oluruq. Gələn o verification kodu qeyd etməliyik. Əgər gəlsə. Birdən ola bilər ki, gəlməz. Biz onu spamdan da yoxlaya bilərik. Bəzən spama düşür. Spama da gəlmədi. Kodumuz gəldi. Biraz gec olsa da. Demək bu kodu Ctrl+C ilə kopyalayıb bura avtomatik daxil edə bilərik. Görüm daxil etdim mi? Yox. Onda bir kopyalayacaq. 520-260. 520-260. Yaddaşda saxladıq. A hərfindən çox başlamaq asandır. Biz yaddaşda saxla və çıx basırıq ki, əvvəlcə mən sizi profillə tanış edim. Bu bizim profilimizdir. Əvvəlcə təsdiqləmədən keç basırıq. Sənəd əlavə edin. Sənəd əlavə etmək üçün mövcud bir foto yükləyin, webkam ilə foto çəkəcəkin, Airbnb mobil tətbiq ilə foto çəkin. Biz bunu telefondan da edə bilərik, bu qeydiyyat məsələsini, kameradan da. Yəni notebook'umuzdan da. Mövcud bir foto yükləyirik. Buna daxil oluruq. Pasport, sürücülük vəsiqəsi. Pasportumuz nədir? Bu bizim beynəlxalq pasportumuzdur. Şəxsiyyət vəsiqəmiz xarici pasport deyirlər adətən el dilində. Şəxsiyyət vəsiqəsi normal şəxsiyyət vəsiqəmiz. Daxil oluruq. Ön və arxa tərəflərinin şəkillərini çəkirik. Yəni bildiyiniz kimi telefonumuzda saxlayırıq və buradan məsəl üçün yükləyirik. Hazırda mən yükləmirəm. Siz yəni yükləyərsiniz yəni. Çətin bir şey yoxdur. Ya da ki qoy yükləyim. Sizdə təcrübə olsun sizin üçün də.
Əvvəlcə ön tərəfini yükləyirik. Mən öz notebookuma sözün açığı yükləmişəm. Həmin şəxsi vəsiqəmin arxa ön şəkillərini çəkib. Yəni siz də əvvəlcədən yükləyin. Sonradan bu şeyləri istəyəcək yəni. Bu da arxa tərəfini yükləyirəm. Və davam edirəm. İndi növbəti addımımız save çəkməkdir. Avtomatik foto yüklanışı. Buradan daha dərinləşmək üçün istifadə ediləcək. Yaxşı, istifadə edək. Mən üz təsdiqləməsini elədim. Dedi təsdiqlədiyiniz anda sizə xəbər verəcəyik. Və OK düyməsini basıram. İndi özümüzə profil yaradırıq. Yəni avtomatik gəldi. Demək indi biz burada əsas məsələ nələr əlavə etməyik. Bəzi qonaqlarımız profil şəklinə önəm verir ki, görün bu həqiqətən real insandırmı, yoxsa deyilmi, bəlkə saxtakardırmı? Bu şeylərə görə özümüzə profil şəkilləri təqdim edirik. Yəni Airbnb üçün. Harda işlədiyimizi, nə işlə məşğul olacağımızı, nədən xoşlanacağımızı qeyd edirik. Həmişə getmək istədiyim yer. Yazaq. Normal hara yazaq? Qəbələ. Normalda. Bunu siz başqa yerlərdə yaza bilərsiniz. Yəni bu sadəcə bir profil formalaşdırmaq üçün bir şeydir. İşimiz nədir? Agentlikdir. Yəni maklerlik edək də nədir? Vasitəçi. Ən faydasız bacarığım. Faydasız bacarığım. Valla mən bir şey tapa bilmirəm. Yəqin ki, boş keçən vaxtlarımızda, boş vaxtı, ən çox insanlarımız boş vaxtı keçirməyi bilir. Ev heyvanlarım. Yaxşı, itimiz var. Yəni bu bəzi, bilmirəm, bundan nə yaxşı götürürlər, pis götürürlər. Bəzi məsəl üçün nədir tema? Bir itə, bir pişiyə baxa bilən insan, yəni bir sevgi göstərə bilir. Ən azından qarşı tərəfdə edək ki, hərəsi insan belə olsa, heyvan belə olsa başa düşə bilir ən azından. Anadan olduğum 10 illik. Yəni bu qardaşlar özünüz seçə bilərsiniz. Yəni oxuduğunuz məktəbi, barəmdə maraqlı fakt, məktəb sevim mahnım. Bu şeyləri bir-bir doldurun ki, o sizin profilinizə baxan müştəri bu insanın normal bir insan olduğunu qeyd eləsin. Məsəl üçün profilinizdə maraqlarınızı yeri doldurun. Yəqin ki, siz telefondan eləyəcəksiniz bunları. Mən qısa bəzi şeyləri bu notebookdan göstərirəm. Digər şeyləri lazım gələrsə telefondan sizə göstərəcəm. Bizə lazım olacaq şeylər hesabdır. Hesabda şəxsi məlumatlar. Şəxsi məlumatları düzdür, giriş eləyəndə qeyd etmişik. Şəxsiyyət vəsiqəsi təsdiqlənib olandan sonra digər məsələlər keçir. Əsas məsələ budur. Yəni təsdiqlənməsə təzədən daha yaxşı çəkəcəyik və xarici pasport olmasa normal OBS pasportu göndərəcəyik. Məsələ nədir? Bəzən ola bilir ki, bizim çəkdiyimiz şəkili orada avtomatik yapay zəka robotları təsdiqləyir. Orada da bəzən oxuna bilmir. Oxunmadığı zaman biz onu məsəl üçün xarici pasport göndərəcəyik, yəni o pasport daha asan təsdiqlənir. Yaşayış ünvanını qeyd eləyin, poçt ünvanınızı qeyd eləyin, fövqəladə kontakt qeyd eləyin. Məsəl üçün mən öz qardaşımın ya dostumun, yaxın bir yoldaşımın adını qeyd eləmişəm ki, bəzən olur ki, ən pis vəziyyətdə mənə zəng çatmadığı zaman ona zəng vururlar ki, sənin dostun hardadır qardaş. Giriş təhlükəsizlik qaydaları. Yəni girdiyiniz hesablardır, sadəcə parolunuzdur, onu biz qeyd etmişik. Məxfilikdə oxunma bildirişləri, mesajların oxuduğunuzu göstərin. Yəni müştəriyə mesaj yazdığı zaman sizə WhatsApp'dakı kimi mesaj oxundu yoxsa yox, onu göstərmək üçündür. Bunu oxunmadığı bağlı olan zaman müştəri mesajının oxunub oxunmasını görmür.
Yaxşı və pis tərəfləri var. Yaxşı tərəfi odur ki, siz tez-tez baxansınızsa, müştəri gördü ki, mesajınızı gördü. Oje sizlə kontaktdan çıxmayacaq. Bəzən olur ki, bir müştəri Airbnb-də 3-4 nəfərə yaza bilir. Yəni siz o tez oxuduğunuz üçün o oje sizin xəttinizdə qalacaq və sizə daimi olaraq yazacaq. Elanlar. Elanları axtarış sisteminə daxil et. Bəli. Bu funksiya aktiv etdikdə Google kimi axtarış sistemləri elanınızın axtarış nəticələrində göstərəcək. Bu çox gözəl bir nəticədir. Rəylər. Bu rəyləri şəhərimi, ölkəmi göstər. Profilimdə nələrin görsənib, görsənməyəcəyimi göstərirəm. Məlumat məxfiliyi. Şəxsi məlumatların üçün sorğu göndərin. Və lazım olmasa hesabınızı silə bilərik. Bildirişlər. Demək, birinci anlayışı mükafata ev sahibliyi etmək. Ev sahibliyi pratik məsələləri haqqında məlumat əldə etmək, xüsusi sahibliyi imtiyazları, giriş imkanı əldə edin. Bu bəzən nədir? Hər hansı dəyişiklik baş verir, hər hansı bir onların təqdim elədiyi kampaniya olur ki, ya qiymət aşağı təqdim edirsiniz, yəni o kampaniyaların bildiklərinin sizə gəlməsi, gəlib gəlməməsini seçirsiniz buradan. Tanınma və nailiyyətlər, anlayışlar, ipucular. Bunu tam başa düşə bilmədim. Tanımlama və nailiyyətlər. Ev sahibi üstünlükləri. Yəni bunlar seçdiyiniz zaman bir sözdən ancaq Airbnb-dən bəzi bildirişlər gəlir ki, bu filan şey eləsək belə ola bilər. Məsələn, Airbnb yeniləmələri, bunlar da eyni məlumatlardır. Yəni bunların pis bir şey yoxdur. İndi siz burada işlədikcə, öyrəndikcə daha məndən yaxşı da biləcəksiniz. Vergi sistemini, yəni sözün açıq mən sizə deyim, yəni məndən örnək götürməyin. Valla mən vergi qeyd etməmişəm Airbnb-də hər hansı. Yəni belə vergini şəxsi olaraq ödəyirəm Azərbaycana. Ödənişləri idarə edin. Ödəniş metodları, Arbin hədiyyə kreditləri. Bizə ödəmələr lazımdır, ödənişlər yox. Ödənişlər biz hər hansı bir ölkəyə gedərkən kredit kartımızı, hər hansı bir kartımızı əlavə edəcəyik və ödənişlər bu kartımızdan çıxacaq. Ödəmələr bizə gələnlərdir. Ödəmələri quruna daxil oluruq. Azərbaycan seçirik. Beynəlxalq pul köçürmələri. Yəni, bu hələ ki öz kartımızı seçirik. Beynəlxalq pul köçürmələri USDT valyutası ilə. Biz Kapital Banka ya da ki Unibanka daxil oluruq. Onlayn USDT hesabı açırıq özümüz üçün. USDT hesabı açandan sonra həmin hesabın IBAN, Swift kodlarının hardan tapa biləcəyimi mən sizə göstərəcəm. Mən burada öz adım var, siz də seçə bilərsiniz. Küçə ünvanı, məsəl üçün mən Zoltanlığa kəndində yaşayıram. Mənzil yoxdur bizdə. Ştat yerini mən Qəbələ yazıram. Çünki onlarda, məsəl üçün bu hansı qəsəbə də ola bilər, yəni. WordPay. İndi bu məlumatları biz hardan əldə edəcəyik? Mən sizə onu təxmini izah edeyim. İndi az öncə göstərdiyim videodan, yəni mobildən göstərdiyim videodan bütün bank kodlarımı mən qeyd elədim. Siz də oradan kopyalayıb yaza bilərsiniz. Bankın adını olan yerə bunu qeyd edirik. Bank name və your full name. Bu nədir? Bizim öz adımız. Orxan Səfərov. IBAN buradan götürürük. Yəni yaddaşda yazılan kimi Swift deyirsən. IBAN səhv olmasa budur. Ya da ki baxın, dəqiq olsun qoy. Bəli, dəqiq budur. Yəni hesablaşma nömrəsidir IBAN. Kopyalanmadır. Bir daha test edək. İşarələdim və Ctrl-C-ni basırıq.
Yəni bilməyənlər üçün biraz asan da olsun deyə deyirəm. Swift Beach. Yəni Swift kodunu, Swift bax budur qardaşlar. Kontrolu bastıq. Kopyaladıq. Ev nömrəsi. Yəni məndə avtomatik gəlir. Yəni siz öz yaşadığınız ünvanı qeyd edin. Məsələn 28 May küçəsi ev neçəsə. Məsələn 28 May küçəsində yaşayırsınızsa ya Neftçilərdə bunu yazdıq. Sonra digər ünvanı, ikinci ünvanı bura qeyd edin. Şəhər Bakı yazacaqsınız. Yəni rayonlarda yaşayanlar varsa Şəki, Qəbələ, Zaqatala nə yazacaq? Zip kodunuzu məsələn siz kənddə qala bilərsiniz ya da ki mərkəzdə. Bir dənə girib Google-dan yazsınız ki, ya da ki ChatGPT yazsınız ki, Şəkinin filan kəndinin zip kodu nədir? Poçt o sırası gələcək. Konturu ölkəni Azərbaycan seçirik. Mənim doğum tarixim. Yəni siz öz doğum tarixinizə dəqiq seçin buradan. Mən də seçirəm. Və bunlara təqdim edəcəyik. Hardasa bir aşuka buraxım. Yəni belə kobud səslənir qardaşlar. Bağışlayın, aşuka buraxmışıq. Yəni burada vəziyyət nətədir? Qəbul eləmirlər. Bunlar üçün ingilis dilində yazmaq lazımdır. Məsəl üçün məncə Orkan yazılır. Orkan İsrafilov. İndi qəbul edəcəklərmi? İnvalid İBAN. İBAN kodumuz düzgün deyil. Bir daha yoxlayım. Aha. Nəhayət düzəldi. Yəni, İBAN kodumuza hər hansı səhv olanda biraz çətin qəbul olunur. Bank hesabı standart gözləmədədir. 1-2-3 gün ərzində, bəlkə 24 saat ərzində bu təsdiqlənə bilər. Bizim Pioneer kartımızın açılacağı videodan sonra, videoya baxandan sonra necə açırıq, Pioneer kartımızda nə lazım olacaq bizə, o həmin kodlar buradan davam edəcək. İnşallah onu gələn dərsimizdə göstərəcəm. Hələ ki bu dərsimiz bu qədər. İndi gələn dərsimizdə bizə nə lazım olacaq, onları əlavə edəcəm.